Qarşılaşması. Prince Ovusu qaydanı pozur. Dərhal ayağından çox ciddi zərbə aldı burada Mateus Silva və ilk dəqiqədə deyəsən əlini cibinə salacaq Rauf Cabbarov. Gözləndiyi kimi və bu maçda ilk dəqiqələrdə ona yer verdi. Oy. Bu qayda pozuntusu qara baxıb qırmızı vərəqəni göstərsin. Çox hündürə qaldırmışdı bu ayağını. Bir daha baxırıq epizodun təkrarına. Mateus Silva'nın bəxti gətirdi. Mateus Silva burada çox ağır zədə ala bilərdi. Mateus Silva. Və bəli, Rauf Cabbarov təkrara baxacaq. Prince Ovusu həmin o gənc futbolculardan biridir Qəbənin niyyətində və o gənclik burada da, təcrübəsizlik də burada məncə öz sözünü dedi bu epizodda. Çox hündürə qaldırdı ayağını. Pəncəsini tapdalasaydı sarı vərəqə şübhəsiz olacaqdı, amma indiki durumda bəli. Qırmızı vərəqə Prince Ovusu'ya nümayiş olunur, amma səhvə yol verdi burada Rauf Cabbarov. Domi Masumu deyildi sarı vərəqə alan, yox. Prince Ovusu'dur, bəli, bax indi aydınlaşdı. Ovusu komandasını vəziyyət